Uşağa valideyni hörmət eləsə, hamı hörmət eləyər. Valideyni təhqir eləsə, gedən, gələn hamı təhqir eləyər. Qohum, qonşu, uşaq, böyük. Elə uşaq var ki, hamı ona hörmət eləyir. Danışanda sözünü diqqətlə dinləyir. Çünki valideynləri inciyərlər. Belə uşaqların valideynləri ilk gündən müəlliməyə də tapşırırlar. Uşağımın psixologiyası mənim üçün hər şeydən önəmlidir. Xahiş edirəm, onunla gözəl davranın. Onu təhqir etməyin, onu kiminləsə müqayisə etməyin. Belə uşaqlarda özünə hörmət olur. Onlar özlərinə dəyər verirlər. Özgüvənləri hər tənqidlə dağılmır. Elə uşaq da var ki, o qədər hörmətsizlik görüb ki, hardasa hörmət görəndə təəccüblənir. Ona elə gəlir ki, o hörmətə layiq deyil. Özgüvəni də olmur. Anası da 1-ci sinifdən müəlliməyə tapşırıb ki, əti sənin, sümüyü mənim. Vur, döy, təhqir elə, nə bacarırsan elə, ki uşağın yaxşı oxusun. Övladlarımıza dəyər verək, hörmət eləyək. Çünki onların gələcəkləri, talihləri buna bağlıdır.